Bakıda oğrudan qəribə addım. Oğru dostunu polisə verdi, hər ikisi saxlanıldı. Report xəbər verir ki, Xəzər rayonunda yaşayan 46 yaşlı Samil Mahmudov polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 7000 manat olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib. Xəzər rayon polis idarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Razi Məlikov saxlanılıb. Araşdırmalar zamanı Məlikovun ötən ilin noyabr ayında Mahmudovla birgə Binə qəsəbəsində obyektlərdən birindən məişət və elektronika avadanlıqları oğurladıqları məlum olub. Lakin Məlikov oğurlanan əşyaların satılmasından əldə edilən pulun bölgüsünün düzgün olmadığını əsas gətirərək qisas almaq məqsədi ilə Mahmudova məxsus evdən oğurluq etdiyini bildirib. Hər iki şəxs saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma aparılır.